İmişli rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Salih Səmədovun ikinci oğlu da vəzifəsindən kənarlaşdırılıb. Qafqaz.info-nun əldə etdiyi məlumata görə bu barədə müvafiq əmr imzalanıb. Oğlu Səmədov Ədliyyə Nazirliyinin penitensiar xidmətinin 3 saylı məntəqə tipli cəza çəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun ədliyyə orqanlarında qulluq keçməsinə, fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib. Qeyd edək ki, Salih Səmədov faşizm üzərində qələbə günü 9 mayda keçirilən tədbirdə SSR bayrağı altında sinəsində Rus imperiyasının rəmzi sayılan Georgi lenti ilə çıxış etdiyi üçün tənqid olunmuşdu. Onun bu davranışı Şuranın adına xələl gətirdiyindən Səmədov Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb. İmişli rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhrəmtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini işləyən oğlu Kamran Səmədov da bir müddət əvvəl vəzifəsindən azad edilib. Salih Səmədov özü isə 5 ay əvvəl Dövlət Təhlükəsizlik Xidməti tərəfindən mənimsəmə ittihamı ilə həbs olunub. Onu da qeyd edək ki, Salih Səmədov hazırda dövlətə xəyanət ittihamı ilə ittiham olunan Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə tanınır. Mediada bu cür iddialar mütəmadi olaraq səslənir.